Kamerəmizdə go. Miri ilə necə tanış olmusunuz? Da qalardıq. Müjde, Gözəl şəhər. Müjde, gəldim Müjde. Müjde, bax hələ əskün pulun yığdım Müjde. Bu sənin əskün. Mən sizə bir söz istəyirəm. Bu söhbət yatmışdı da, bu söhbət bilirsiniz ki 2025'ten var. Bu söhbət 10 müjgan var ha. Oy, o ilan. O adını çəkmə də. Övladım fikirləşəndə 8 mən Bakıda nə gəzirdi? Oturardı da evində eşiyində. Mən nə edim? Mən deyirdim gəl. Tüfü mənə niyə? Düzün deyəndə də tüfü olur. Düzün deyirəm day bacı. Əl çəkində mənə ona buna görə üstümə az gəlində. İmkan verin həyatımı yaşayın. O mənim dostum olmuyor bay bacı. O mənim TikTok çəkdim. Nə o mənə dost gözü ilə baxıb, nə mən ona. Biz sadəcə bir araya gəlmişik. TikTok videoları çəkmişik. Necə ki sevərlə Bilmirəm, vallahi Naxçıvan tanıyıram deyəndə bir də belə. qorxaqlar. Mənə qorxaqla dost olmaz. Mənim yanımda olan hər şey yaxşıdır amma sürprizə qonaq çağırdılar. Gedib çıxıb qayıdıram. Hər şey yaxşıdır. Yox, qonaq çağırıblar, mama. Restorana balıq yeməyə gedirəm. Hər şey yaxşıdır. Müjgan, arzunun tutulmağına görə sevinirdi. İnsan kiminsə pis gününə sevinməz. Allah belə şeyləri götürmür. Bu həyatdır, bumerangdır, fırlanır, özünə tərəf qayıdır. Həyatda heç nəyi bilmək olmaz. Tək müjgan yox, elə hamıya aiddir ataş. Görürsən, bugün sənin başıma nələr gəlir. Müjgan, Sen gidemem dünyama ben. Yiyirsən mən sözlə. Tox yiyirsən sən. Otur aşağı. Buranın götürlə başım bir olur. Otur aşağı. Kimi dərxanaya göndərirsən? Ayaqda duramıyorsun. Qarışma. Başqa restoranda qonaqlar. Qarışma deyirəm. Başa düşdüm, qarışma. Başa düşdüm. Qarışma. Başa düşdükdə qarışma da. Mən qarışmaya bilmərəm. Sən buranın gəlsisən. Narahat olma qonağımdır. Laf yaxşı. Qonaqlardan narahat Söz başa düşdük. Oturacaq qonağım. Başa düşdük. Narahat olun. Biz gəlib başqa yerdə də otura bilərik. Ağa, Şəngülüm, keç otur. Qonaq. Adam kimi danış. Keç otur, Şəngülüm sən. Mən adam kimi danış deyirəm sənə. Kiməsə güvənmə. Nə istəyirsən? Kiməsə güvənmə. Nə istəyirsən? Dedin qabağıma çıxma. Çıxmışam qabağa. Nə istəyirsən məndən? Yox qabağıma çıxma. Dedin ki qabağıma Nə çıxma. istəyirsən məndən? Ağzıma gəl qışqırma. Səsini tonuna. Nə istəyirsən məndən? Səsi sənə şər atıram. Nə istəyirsən məndən? Yox sənə şər atıram mən. Hə? Ay bala. Yox mən çəkmə. Mən ehtiyac yoxdur. Yox, mənim yanıma gəl. Gəlirəm. Sosial şəbəkələrdə cəmiyyətə Girip alışın içine bravo ilana bak. İlan girip alışın içine bravo ilana bak. İlan görsün alışın içinde baba baba. Gördünüz ilanı baba gizlenip bunun içinde bak. Atom başını koyacağım, karpuz koyacağım da içine. Otur oxu əməlli və salam ya. Müjganın həbsi ilə bağlı olan rəyləri oxuyuram. Nə bilim, hərdən düşünürəm ki, biz qadınlara görəsən nə olub? Qadın qadına da bu qədər düşmən olmaz. Atın mənə taksi vurum gəlim. Konum atın mənə gəlirəm. Az birdən ölüb eləyərəm oralarda su. Mənim ağzına xəstən oğlum gözləyirdi məni. Danışa bilmir. Ana bu qayda qaldı. Sen o kişinin o halinden. Gittin elini aldın bir zopa badımcanı. Şak. Öl ağız öl. Mən. Hədə mən deyirdi, yadımdadır da o məsələ. Mənə deyirdi ki, bəs 3000 manata mən reklam eləyirəm. Bir reklam 3000-dir, 5000-dir. Valla mən Çatdırım ki, bunu demirdim. O birisi səhifəsi çıxanda da biz vurdurduq. Mənim xəkkerim vurdurdu. Göstərdim, baxın, ikinci səhifəsi qalmışdı ya.
Prosta demirdim yəni. Bu da getdi. Çıxanda səhifəsi olmayacaq. 4-5 dənə yayım qalır, olan da səhifəsini uçurdacaq göyə. 2 nəfər adam qalır, bir də Şəbbildə idi. 3-4 gün onda səhifə, hamısının səhifəsini uçurdacaqlar göyə. Atdılar mənə ki, vurduq. Çıxanda hansı səhifədə yayım açacaq maraqlıdır, onu fikirləşib. Sonra deməyin ki, biz vurduq, o vurduq. Bax, zarani deyirəm ha. Zarani deyirəm. İndiki səhifəsi də getdi. Yəni səhifəsi yoxdur. Sonra deməyin ki, səhifəni kimsə vurdu. Bizim hacker vurdu. Ay TikTok. Salam değerli izleyiciler. 30 iyul 2026 il böyük əf gündəmdə Rəşad Dağlı'nın da adı siyahıdadır. Xəbəri axıra qədər izləmək üçün değerli izleyiciler. Belə tut yerdə tutacağım səni ki. Səhərə qədər Allaha Neyse uşaqlar, getdim mən. Gecə bir seyrə qalsın. Öpürəm sizləri. Allaha əmanət olun, yaxşılar. Yəni, mən də iş görürəm, prosta sadəcə bir üzə vermirəm. Yəni, prosta bunu dedim ki, sabah bir gün deyirsiniz ki, onun səhifəsini kim vurdular, onun çıxanda səhifəsi yoxdur artıq, vurdular. Biləsiz yəni. Bir qala Ülker'le isti ve hoş anlar.